Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş martın 29-da Viyanada baş tutacaq. Bununla bağlı Interfax Avstriya paytaxtındakı mənbəyə istinadla məlumat verib. Görüş martın 29-da Viyanada ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək deyə mənbə bildirib. Martın 14-də Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədiyarov bəyan etmişdi ki, Bakı və Yerevan Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasındakı görüşün vaxtını razılaşdırırlar. Onun sözlərinə görə həmçinin iki ölkə Xarici İşlər Nazirlərinin də görüşü hazırlanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya 5-dən böyük ifadəsinin patentini alıb. NTV.com-un məlumatına görə Ərdoğanın vəkilləri bu patentin alınması üçün 2018-ci ilin iyununda müraciət etmişdi. Türkiyənin Patent və Marka Qurumunun qərarından sonra Ərdoğan bu məşhur ifadənin sahibi olub. Xatırladaq ki, Ərdoğan bu fikri BMT Təhlükəsizlik Şurasının quruluşunu tənqid etmək üçün istifadə etmişdi. Ərdoğan bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və RT adlarının patentini alıb. Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən məlumata görə sərəncama uyğun olaraq aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət 55 manat əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə 11 manat əvəzinə prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq. Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində 80 milyon manat əlavə vəsait ayrılacaq. Yardımlıda yeni çəkilmiş avtomobil yolunda torpaq sürüşməsi qeydə alınıb. Oxaz xəbər verir ki, təpəli ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi avtomobil yolundan çökmələrə səbəb olub. Sürücülərin sözlərinə görə əvvəllər kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur. Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr enində qısalıb. Bu da avtomobillərin hər iki istiqamətdə hərəkətini çətinləşdirir. Yardımlının Çanaqbulaq kəndi ilə yanaşı yolun Ərsilə və Arus kəndlərindən keçən hissələrində də sürüşmə aktivləşib. Sürücü Qaçay Məmmədov narahatlığını dilə gətirib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə Cəlilabad Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrində təmiri həyata keçiriləcək. Azərbaycanda gömrükçülər mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb. Belə ki, Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus Kia Optima markalı avtomobil saxlanılıb. Yoxlama zamanı avtomobilin salonunda ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan Samsung markalı 6 ədəd mobil telefon aşkarlanıb. Digər bir məlumat əsasında Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus Qaz 31-105 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan Samsung və Xiaomi markalı 8 mobil telefon aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump ümid etdiyini bildirib ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək. Bununla bağlı Neytralni Türkmənistan qəzeti məlumat yayıb. Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova göndərdiyi təbrikində Trump qeyd edib ki, insanlar bu bayramı Birləşmiş Ştatlarda və dünyanın müxtəlif ölkələrində doğma bayramları kimi qeyd edirlər. O əlavə edib ki, Amerika xalqı və işgüzar dairələri Türkmənistanla iqtisadi əməkdaşlığı gücləndirmək üçün yeni istiqamətlər axtarırlar. Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək deyə Trump təbrik teleqramında bildirib. Qeyd edək ki, hazırda Türkmənistan qazının Avropaya çatdırılması üçün qaz kəmərinin Xəzərin dibi ilə aparılması planı mövcuddur. Trans-Xəzər qaz kəməri Türkmənistan və Qazaxıstan qazının Azərbaycan üzərindən Türkiyə və Gürcüstana, oradan isə Avropa Birliyi üzvlərinə çatdırılması üçün nəzərdə tutulub.